Can ayetim, sen necə düşmüsən ora? Halı kesilib öyle. Acından ölür. Ora bak sen. Karışık evim var altına. Ha? Öptü süfeti. Burnunun üstüne bak, karışık evim şey. Ben səni necə çıxarım buradan? Kim bilir elə səhərdən düşən diye bu bura. Gel görün bura. Hı? Topa döndü o şey. Səni buradan çıxartıram. Prosta ki bura düşsəm var ha. Mən də çata bilməyəcəm sənə dadıva. Çünki mən özüm bura düşsəm, mən özümü dadına çatan olmayacaq. Donuram soyuqdan. Deyən, bunu mən hara atım ki, ikinci dəfə qayıtıb düşməsi olar. Sən buralardan heç nə tapa bilən deyilsən. Hələ heç nə yox deyim hələ. Ən yaxşısı səni biraz qırağa atım. Çıxdı ya qolum yerindən, çıxdı. Bundaki ağırlığa baxasan. Əməlli başlı bir 05 gidər ya buna. Baba, yaxşılıq neydi, 05 neydi? Sən hələ bir iki bir dəqiqə. Buradan keçirəm ki, bura qədər. Dostlar, sənə zomdan qutara bilmirəm də bura atıram. Çünki biraz qabağa gitsəm, bəlkə ilan sancır ayağımı. Özüm bəlkə bir dəfəlik gedirəm zoma. Hələ belə yaşaya bilmir o. Hələ açım sənə bura. Hüso, gittin. Sağ qalmaq uğrunda mübarizə. Bir də tərpənəcəm. Çəkilişi saxlamışam. Uzun müddət keçib bu şey tərpənmir. Çox səbirli heyvandır ya. İstəyir ki, tam sakitçilik olsun. Bundan sonra rahatçılıqla baxıb çıxmayız. Yox. Bunda nəsə problem var. Milyon faiz. Əgər bu tərpənmirsə, bu ya basenin heyətində çoxdan qalıb, acıyıb. Bu ya nədirsə, nəsə olub buna. Yox. Bu acıyıb. Buna halı kesilir. Buna biraz çörək vermək lazımdır. Bəlkə acından tərpənə bilmir. Halı yoxdur, gedə bilmir, gəzə bilmir. Bir iki dənə xiyar asın, baxın görün. Bəlkə yiyir. Olur da bir də görsən. Acından insan ölür. Qalmışdı ki heyvan. Hayatdır. Çox bilən heyvan. Gel. Bana hara gidirsən? Hara gidiyor belə bu? Hayda. Buna giren adam cırıq olur. Allah. Gel görüm heyvan bu.
Qurban olma Allaha, Allah hərəsini ruzusunu bir yerdə, bir qismətə çatdırır. Allah özü hər şeyi yönləndirir. Mənim bunu görməmişdən qabaq saatım qalmışdı. Mən saatıma görə geri qayıtdım. İş yerində qalmışdı saatım. Qayıtanda bunu gördüm. Bax indi saatımı da göstərəcəm. Qalıb orada yadımdan çıxır. Mən eləcə bu balaca basenin yanından gidirdim iş yerinə, işlədiyim yerə. Yadımdan çıxıb saatım qalmışdı orada. İndi buradan gələndə mən onu gördüm. Basenin içində düşüb qalıb, buradan da çıxmaq. Onun üçün problem də əməlli başladı. Buradan çıxa bilməz. Eləcə saatım da burada, əlcəklərim də yadımdan çıxıb qalıb. Saat üçün qayıtmışdım ki, gəlim saati götürüm. Burada işləyirəm, şnurları yerin hazırladım, bastırmağa. Saatım qalıb. Elə bir ki, hər şeyi Allah özü ayarlayır da, necə eləmək lazımdır. Qurban olma Allaha. Mən həqiqətən saatım yadımdan çıxıb qalıb burada. Qoymuşam pəncərənin yanına. Mən o tərəfdən də qayıta bilərdim. Biraz bu tərəfdən də qayıta bilərdim. İmenoy o yolla gəldim. Ki, kestirmə düşsün yolum qısa. Gələndə gördüm onu mən. Sağ olun, özünüzə yaxşı baxın. Allah hamınıza uzun ömür, can sağlığı versin.